Müğənni Xatun Əliyeva rəqqasə Fatimə Fətəliyeva ilə qalmaqalından danışıb. Sferas xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu proqramda bəhs edib. Xatun həmkarı Elvin Babazadənin Fatimə ərini üstümə gətirdi sözlərinə belə reaksiya verib. Bunu yenidən deməkdə məqsədiniz nədir ki? Qalmaqal yaratmaq? Düzdür, belə hadisə baş verib. Fatimə ilə davada söhbətləri kənara çıxartmamışam. Sözümü dedim, amma həqiqət idi ki, elə bir şey olmuşdu. İndi hər şey yaxşıdır, münasibət də var. İstəyirəm ki, bu şeylər bir daha yaşanmasın. Qeyd edək ki, bir müddət məclislərə bir gedən rəfiqələr düşmən olublar. Xatunla Fatimə arasında uzun müddət qalmaqal yaşanıb.